düşebilsem torpağına, ah ölmeden bir... Dostlar, bu gördüğünüz məşhur Ağrı dağıdır. Türkiyənin Ağrı vilayətində yerləşir. Naxçıvandan, xüsusən də bu hissədən, Naxçıvanın bu hissəsinin Şəvrur bölgəsindən çox möhtəşəm görsənir. İndi ağaçlar biraz qabağını kəsdi, ağaçlar geçsin. Artıq dostlar, Türkiyə ərazisindən mən keçmişəm. İğdır vilayətindəyəm. Buradan İğdır şəhərin mərkəzinə 80 km məsafə var. İndi taksi gözləyirəm. Taksiyə gələcəm, minəcəm və gedəcəm. Sonra da İğdırdan Ərzurum şəhərinə keçəcəm. Artıq yəni dediyim kimi an etibarıyla Türkiyədəyəm. Yəni də məşhur Ağrı dağı tam qarşımızda öz mənzərəsi görsənir. Artıq İğdır şəhərinə çatmışam. İndi buradan bilet alacağım Ərzuruma və Ərzuruma gedəcəm. Bugün bilet neçədir? Bileti soruşdum. Bilet 450 TL'dir Türk puluyla. Diğer yerlerde baxacağım və saat 12'ye var daha doğrusu bilet. Daha tez bir vaxtı bilet olsa biz gələnlə gedəcəm Ərzuruma. Ona qədər biraz Iğdırı görək, tanıyaq, gəzək. Artıq Ərzuruma biletimi aldım 450 TL'ye. Artıq bizim pullar 21 manata yaxın eləyir. Bir saat yarım sonra Iğdırdan Ərzuruma yola düşəcəm. Ona qədər biraz Ərzurumu, daha doğrusu Iğdırı gəzim. Iğdır bizim Naxçıvanlıların daha çox gəldiyi, bir çox ailənin də ən azı ayda bir gəldiyi bir şəhərdir. Maaşını alan kimin ailələr Iğdıra gəlirlər Naxçıvandan. Burada bazarlıq edib, təzədən bir aylıq bazarlıqlarını edib, təzədən Naxçıvana qayıdırlar. Çünki Azərbaycana görə bura Iğdır daha ucuzdur. Iğdırda belə qədimi tarixi bir məscidə rast gəldim. İndi ora girim neçənci ilə aiddir. Məscidin həyətində belə bir çay yeri var, çay ocağı var. Nuh Nəbi Camii. Adı Nuh Nəbi Camii'dir. Və dediyim kimi məscid adı Nuh Nəbi Camii'dir. Iğdır şəhərində. Burada məscidimizin içərisi. İçərisi çox gözəldir. Çölü tarixi bir məscid görünüşü verir insanlara. İçərisində böyük ehtimal təmir olunub və müasir görsənir. Normalda Türkiyədə bütün məscidlərin tarixi məscidlərin üstündə onun hansı dövrə aid olması, kim tərəfindən tikilməsi haqqında məlumat verilir, amma burada mən onu görmədim. Görərsəm də onu göstərəcəm. Bu arada məşhur İğdır bazarıdır. İğdır bazarının girişidir. Arabalarda xiyar, pomidor, kartof kimi tərəvəzlər satılır. Bu gördüyümüz hissələr İğdır şəhərin mərkəz hissələridir. Bu gördüyümüz möhtəşəm, əzəmətli məscid İğdırın ən böyük məscidi, Ulu məscidi, yəni Ulu Cami adlanır. İndi mən ora gedəcəm, Ulu Camiyə. Oranın içərisinə baxacağım və sizə göstərəcəm. Həqiqətən çox möhtəşəm görsənir. Buralar dediyim kimi İğdırın mərkəz hissələridir. Bu şəhər Türkiyənin, yəni İğdır vilayəti Türkiyənin ən şərqində, yəni ən doğusunda yerləşən şəhərdir. Yəni Iğdırdan sonra, Iğdır ərazisindən sonra Türkiyə qurtarır və Azərbaycan başlayır. Doğma diyarımız Naxçıvanın ərazisi başlayır. Yəni Iğdır Türkiyənin Azərbaycanla yeganə sərhəd şəhəridir. Demək, Türkiyədə hər vilayətin öz valiliyi olur. Yəni bizdəki icra hakimiyyəti kimi biraz fərqli sistemdir. Yəni icra kimi necə deyək ki, həmin şəhərdən məsul şəxsdir, vali də həmin şəhərdən və hətta vilayətdən məsul şəxsdir. Bu gördüyümüz binada İğdır valiliyinin binasıdır. İndi
İndi mən Ulu Camiyə çatmışam. Həcmi çox böyükdür. İndi içərisinə girəcəm. Məscidin qabağında belə Asiya et lokantası bir lokanta var. Burada əsasən bozbaş verirlər. Bozbaş da məşhurdur. Mən hər dəfə İğdırə gələndə buradan bozbaş yeyirəm. İğdır bozbaş yeməklə tanınır. Yəni bozbaş yeməyi İğdırın ən əsas yeməklərindən biridir. Əslində bizim Naxçıvanda bu bozbaş məşhur olub vaxtindən, amma yavaş-yavaş unudulub. İğdırda amma o məşhur bozbaş qalır, həmin o dad qalır. İndi yavaş-yavaş məscidimizin içərisinə giririk. Siz də İğdıra gəlsəz mütləq Asiya lokantasında bozbaşı dadın. Köhnədə mənim nənəmin mənə verdiyi bozbaşın eynən dadını verir, amma indi Naxçıvanda həmin o dad qalmayıb. Çünki unudulub, əlavə yağlar vurulur yeməyin Naxçıvanda artıq. O bozbaş sırf quzunun quyruq ətindən bişirilir və başqa yağ vurulmur. İnşallah ki, dönüşdürəm, yəni də bozbaşı burada mən dadacam. İndi məscidimizə girək. İğdırın ən böyük məscidi Ulu Cami. Dediyim kimi Ulu Caminin də içərisi çox mükəmməldir. Hanım bacılarımız var deyə onları çəkmirəm. Bilet aldığım yerə gedəcəm indi və İğdırdan Ərzuruma gedəcəm.